var və s. və s. Yəni o dil bölgüsü var la. Hind-Avropa dillərinin bir-birinə yaxınlığı var. Bunların başlanğıcında da şeydə də durur Avesta dili və ya Sanskrit dili. Məsələn, mən sizə o Zaza dili ilə Midya dilinin və Talış dilinin bəzi sözlərini deyəcəm. Buyurun. Midya dilində atar, oda deyirlər atar. Zaza dilində adur deyirlər. Talış dilində də ataş deyirlər. Otaş deyirlər. Evet. Kəmik. Kəmikə Midya dilində asta deyirlər. Asta. Talış dilində asta deyirlər. Evet, hemen aynı. Aynı. At. Ata Midya dilində aspa deyirlər. Zaza dilində hesp deyirlər, elə mi? Yok, Zaza dilində astordur esasında. Astor. Yani, astor. Talış dilində asp deyirlər. Asp. Evet. Məsələn, göz yaşına Midyalılar deyib asru. Asru. Talış dilində arsdır, ars. Evet. Zaza dilində nədir? Cemile, Hesir. Cemile dinliyorsun. Hesir. Göz yaşına. Evet. Və parmaq. Talış dilində biz deyirik anqışda. Midya dilində, qədim Midya dilində anquşda olub o. Zaza dilində enqişdir. Elə mi? Evet. Bilik. Midya dilində azda. Zaza dilində zanay. Zanaya ya zınay. Talış dilində zənedir, zəne. Evet, aynıdır hemen. Buyurun. Bak, Kürt dilində fərqlər var. Amma ən yaxını mən bunları araşdıranda görmüşəm ki, 400 söz var məndə. Qədim Midya dilindən 400 söz var. Evet. Mən onları Zaza dili ilə Talış dilini müqayisə edirəm. Məsələn, göy. Midya dilində asmandır, asman. Talış dilində osmondur, osmon. Evet. Zaza dilində asmindir. Elə mi? Evet. Bəlkə də bəzilərində səhvlər eləmişəm. Siz mənə desəniz çox gözəl olar ki, mən onları düzəldəcəm burada. Məsələn, əjdaha. Talış dilində əjdaha var. Əjdaha. Bu Midya dilində olub ajdahaka. Zaza dilində ərderhadır. Ərderha. Elə mi? Evet. Talış dilində torpağa deyirlər yerə. Yer kürəsinə, yeri də ayaq altına. Biz deyirik ona bum. Evet. Zaza dilində də olduğu kimi bumdur. Bum. Yer. Evet. Bum. Qədim Midya dilində abum olub. Abum. Sonra baxın, bilmirəm o Türk dilində ətir sözünü bilirsinizmi? Anlamadım. Parfüm. Ha, parfüm. Bax, Talış dilində biz ona o ətirə deyirik bu. Siz buva deyirsiniz, elə mi? Siz nə deyirsiniz? Buva. Qədim Midya dilində bu olub bud. Evet. Biz deyirik baxt. Siz deyirsiniz baxti. Midyalılar deyib baxta. Evet. Biz bir evə deyəndə bu ev tikəndə onun təməli olur. Türk dilində təməl deyirlər. Evet. Biz ona deyirik bina. Siz nə deyirsiniz ona? Bin. Midyalılar ona deyiblər bina. Və yaxud qardaşa Midya dilində Midyalılar deyir bratar. Midyalılar deyib qardaşa Midya dilində Midyalılar deyib mən sizdən eşitdim. Evet, dinliyorum. Qardaş. Biz qardaşa deyirik bra. Zazaca'da bra. Boli, böyük qardaşa boli deyirik. Evet. Küçük qardaşa deyirik bula. Mən sizin öz səsini sizdən eşidirəm, geri qaydır mənə. Sizdə orada iki həm telefon açıqdır, həm də kompüter.
sözünü sizden eşitler. Geri kaydırma. Siz de orada iki Evet. Satın alın ha. Tamam. Media dilində qardaşa deyiblər bratar. Bax, Yani Zazaca'da bra. və Avropalılarda da elədir. Bu sözlər təkcə bizdə deyil ha. Bizim sözlərimiz həm də Avropa dillərinə çox yaxın. Yani bu Taliş dilinden, Zazaca dilinden, Avrupalardan benzer çok terimler var yani. Bəli. Məsələn, bayaq o biz Bereza dedik, danışırdıq sizlə. Hündür yerə. Bars. Media dilində ona Bereza deyiblər. Talış dilində Barzdır. Zaza dilində də Berzdir. Eləmi? Evet. Bizdə bir o şey var, pay vermək. Məsələn, baxışa deyirik biz ona, baxışa. Sizdə o söz baxışdır. Baxşir. Media dilində baxışadır. Media dilində Hemen aynıdır. Üçü de aynı. Sonra məsələn bir var, sizin dildə bizim dildə var bandje, yəni bağlamaq. Bir şeyi digərinə bağlayanda band edirsən, eləmi? Band edirsən. Sizdə o muband deyirsiniz siz ona. Muband. Amma qədim media dilində bandamedir. O mı keçib sonraya. Talış dilində də o sonradır. Media dilində sizdə o söz önü keçir qabağa. Evet. Ma. Məsələn, neçə sözü var. Biz deyirik çand. Sizdə deyirsiniz çend. Medialılar deyir çivand. Hemen evet. Bak fikir verirsiniz. Əsas o sözlərin etimolojisində saitlər əsas rol oynamır. Samitlər əsas rol oynayır. Evet. Yəni çı kökler rol oynuyor. Bəli, əsas köklər rol oynayır. Doğru. Talışlarla zazaların bir əcdadları da var. Yəni eyni o yaxınlıqları da var. Evet, dinleyelim. Bu da deyilən məsələsidir. Dimli məsələsidir. Çox insanlar bunu deyirlər ki, zazalar deyiləmdən getmişlər. Çünki bizdə məsələn Talışda indi deyiləm kənd var, köy var, şəhər var, evet. deyiləm. Deyiləm şəhəri var. Deyləman, deyiləm. Evet. Bunların bir-birindən ayrılmasının müəyyən səbəbləri var. Hamısı yox ha. Dini səbəblər. Yani demeli anlamı deylemden gelme midir? Məsələn, Talışdan deyiləmdən bir hissə insanlar Şiəliyi qəbul etmiş ilkin, sizdə Ələvilik olub. Və Ələvilik də ilk dəfə deyiləmdə əmələ gələn bir şeydir. Evet. Amma Ələvilik Zərdüştliklə İslamı bir-birinə yaxınlaşdıran bir təriqətdir. Evet, kaynaştırma. Bunun sintez. Evet, sentez. Məsələn, indi o azdaların azda deyirlər, azda dinində olanlar. Çox var insanlar səhvən Yezidi deyirlər. Yezidi deyil o. Onlar azda, Ahuramada'ya onlar azda deyirlər. Azda. Evet, onlar azda şəklində qalıb. Ama bazıları da buna ezidi diyor, ezidi. Ezidi də orada, o sonradan o dilin dəyişməsidir də. Evet. İslamın təsirindən o Yezid sözünün oraya girməsi ilə bağlıdır. Məsələn, orada yazata var. Yazatalar. Allahın mələkləri, belə Ahuramada'nın köməkçiləri var. Yazatalar deyirlər ona. Evet. Yazatalar. O da həmin Anadolu'da indi də o xalqlar var. O sintezlərdir. Və yaxud Sabilər var, Sabilər. Evet, Sabiler. Sabilər də Ahuramad'a dinindən qalmadılar. Sintezdiler. Onların ayrı bir kolu. Yani Ezidilerden biraz farklılığı var. Sabilərdə vəftizlər var. Onlar tez-tez su ilə vəftiz edirlər özlərini. Suda çimirlər. Onların ayrımçılığı odur. Amma axı Zərdüşt özü də suda vəftiz eləyirdi. Evet, orada dua ediyor. Hələ o İsa dininin, xristianlığın əmələ gəlməsi, Yahudi dinindən ayrılması, Zərdüşt dinindən Yahudi dininin o sintezidir İsa dini, xristianlıq dinidir. O xrest ki var, astroteoloji bir məfhumdur. Əgər yer kürəsini biz iki yerə bölsək, ekvator yaranır. Elə deyilmi? Aynen.
Bir də ki, günəşin ən çox cənub yarımkürəsinə gedən nöqtəsi var. İndi qış biz ona deyirik, çilə deyirik. Çilə. Şəbi yılda deyirsiniz siz ona deyəsən, mən bilən. Və yaxud Avropada Neol deyirlər ona. Hə, Noel. Bizdə Xızıl deyirlər. Qağan. Sizdə qağan deyirlər. Bizdə ona Çelaşəv deyirik. Günəş bizdən ən uzağa gedir. Amma ilk dəfə ayın 22-sində günəş başlayır yenidən qayıtmağa geri. İnsanlarda ümid yaranır. Bax o bir nöqtə, sonra gəlib ən yaxın bizə olan nöqtə. Evet. İyunun 22'si elə deyilmi? Evet. 22, 23, 22'nin gecesi 22 sayılır. Evet. Novruz bayramı. Evet. O daha sonradır. Evet. Sonra iyun, ona deyirlər bizdə Tirqan bayramı. Tir ayında olur o. Tirqan bayramı. Günəşin ən çox yaxın olduğu bizə. Biz tərəfə yaxın. İyunun 22'sində Tirqan bayramı. İnsanlar birbirine su səpir. Evet. Sonra var sentyabrın 23'ünde var Mehriqan bayramı. Mehriqan, mehr günəşdir. Evet. Günəşin bizim Alevi zazalardan ekvatoru keçib cənub yarımkürəsinə getmək. Evet. Alevi zazaların heftimal var. Heftimal. Bax bu dörd ünsür buradan formalaşır. Bax zazalarda da bu var. Bu Evet. hamısı bizim ümumi su, günəş, su, hava, torpaq. Payız nədir? Payızla qış, torpaqla sudur. Evet. Baharla yay, yəni baharla yay, o sıcaq aylar. Onlar biri havadır, biri isə də o İran bayraqlarının üstündə şirin üstündə nə olur? Günəş olur. Onun belində həmişə günəş var. Bütün zazaların, bütün o atributlarında bax Hititlər dedin. Elə Hurilərdə də o var. Elə Urartularda da o var. Mitannilərdə də o var. Luvilərdə də o var. Hətta indiki kilsələrin üstündə olan o 12 pəncərə var ya yuxarıda. Onun ismi nədir? Onun ismi Mitradır. Papanın başına qoyduğu o papağın adı Mitradır. Onun əlindəki asa günəşin simvoludur. Hətta New Yorkda qoyulmuş azadlıq heykəlinin başının üstündə o haləni görürsəm o Mitradır. Mitra, doğru. Yəni bunlar Hind Avropa xalqlarının mədəniyyətinin birgəliyini göstərir. Və bunların içində Zaza mədəniyyəti ilə, Zaza xalqı ilə Talış xalqı bir-birinə çox yaxındır. Evet. Doğrudur, Şiəliklə Sünniliyin olması, gah Osmanlının gəlməyindən sonra Zazalarda müəyyən o sərhədlərin olumu, deyiləmdə müəyyən insanların Anadoluya köçməyi, hətta Anadoludan yenidən geri qayıtmaqları. Bu, məsələn, ilk dəfə ərəblərin xilafətini dağıdan yenə də deyiləmlilər oldu. Onlar qardaşlar, 3 qardaş. Ona Biyyələr dövləti deyirlər, Biyyələr. Evet. Buvehilər, Avropalar Buvehidir. Biyyə deyə bilmirlər, qardaş deyə bilmirlər. Evet. Bura demirlər, ona Buvehi deyirlər. Buvehilər. Onlar 3 qardaş idilər. Onlar ərəbləri qovdular, yenidən Sasani dövlətini bərpa edilər. Evet. 100 ildən yuxarı yaşadı həmin dövlət. Sonra Evet. Səlcüqlər gəldi, onları yıxdılar. Evet, bunun için mi Sasani saray dilinin Zaza dili olduğu tarihten geçiyor? Bizim bir İranşünas alim var. Sanskriti, Latını çox gözəl bilir o. Millətcə Talışdı, London Universiteti professorudur. Zərdüşt Sedüte. Biz onu bu yaxında bizim televizyona, Zizə TV-yə, Zizə Talış dilində qönçə deməkdir. Sizin dilində gül, o Evet. gül qönçəsini hələ açılmayan o gülə bizdə qönçə deyirlər. Bilmirəm sizdə nə deyirlər. Bax o dedi ki, Kadusiyyə döyüşü, Ərəb döyüşündə, Ərəblə İran arasında olan döyüşdə, Sasanilər dövründə, o Kadusiyyə niyə adlanır? Çünki orada Talışlar vuruşurdular, Kadusilər vuruşurdular. Əsas onlar vuruşdu, o döyüşü də onların adı ilə adlandırmışlar. Və yaxud Qavqameldə, Makedoniyalı İskəndərlə vuruşanda ən böyük güclü ordulardan birini də Talışlar çıxartmışdı, Kadusilər çıxartmışlar orada. Məhz Makedoniyalı İskəndər onun sərkərdəsinin, o Atropatın o cəngavərliyini görəndən sonra o torpaqları ona bağışladı. O torpaqların adını da Atropatena qoydular. Çağırdılar Yunanlar. Sasani sözünün çox zaman Zaza sözünü Sasani sözündən də götürürlər. Deyirlər ki, onda qalma sözdür. Amma mən sizə bir şey deyim. Buyurun. Talış dilində bir adam bir adamı çağıranda ona zə deyir. Xüsusilə kişiyə, erkəyə zə çağırırlar. Məsələn, mən bir adamı çağırsam, sizi çağırsam deyərəm, zə, mənə bax. Zə, mənə bax. Biz belə çağırırıq bir-birimizi. Doğru.
bu sözün etimolojisini də biraz axtarmaq lazımdır. Deyirəm, bəlkə məsələn elə digər xalqlar görmüşlər ki, bunlar bir-birinə za deyirlər, za çağırırlar bir-birini, za çağırırlar. Yəni söz oradan bəlkə qalıb. Onu dilçilər daha yaxşı onun üstündə işləməlidirlər. Amma Zagros sözünün qalmağı bəlkə də Zagrosda yaşayan xalqa Zaza deyirdilər. Evet, doğrudur. Zazaların o dağlarda yaşadığı için o Gor Ari dilində, Sanskrit dilində dağ deməkdir. Evet. Rus dilində Gor dağ deməkdir. Yəni Za'nın yaşadığı dağ. Aynen. Bu da olabilir. Olabilir, evet. Ama hatta biraz da ileri geçsek mesela Zaza'da Tövrat'ta mən biləni ilk dəfə Zaza adı Tövrat'ta çəkilir. Evet, aynen. Doğru. Yəni bu məsələlər hamısı araşdırılmalıdır, tədqiq olunmalıdır. Birdən-birə qərar verə bilmərik. Necə ki biz Talış o sözünün etimolojisini mən dedim. Hamı görür ki bütün İpək yolundan gələnlər, Çindən Avropaya gələnlər, onlar o parçanı alırdılar Talışdan. Dedilər, bunun adı nə dedi? Talisdən. Yəni bu talisi oradan almışıq. Evet. Talışdan almışıq. Bu talisdir, bu parçanın adı. Sonra o yerin adını bəlkə elə saxladılar. Olabilir, çünkü daha başka isimler de var Zaza'yı çağrıştıran. Behyus'un yazıtlarından Zazana geçiyor. Gene Zaza Ninni tapınağı var ki bu da çok eskidir. Yani bunlar mutlaka orada en azından çağrışımlar Zaza'dan dolayı ileriye geliyor. Bizim xalqlar belədir ki, biz indi öz kökümüzə qayıdırıq. İstər Talış olsun, istər Zaza olsun. Bizi öyrənməyə qoymublar. Bizim öz dilimizi, öz mədəniyyətimizi, kulturumuzu, öz ədəbiyyatımızı öyrənməyə imkan verməyiblər. Bizə deyiblər ki, biz sizə nə deyik, yazıb veririk, onu oxuyun, onu öyrənin. Bu artıq neçə əsrlərdir. Biz öz kökümüzdən ayrılmışıq. Amma indi bu sosial şəbəkələrin inkişafı, siz burada TV açmışsınız Fransada. Mən İsveçdə açmışam. Bir dostum Qazaxıstandan açır. Və beləcə biz bir-birimizdən əlaqələr saxlayırıq, danışırıq. Bütün dünyada olan yaxın xalqlar bir-birinə öyrənirlər. Bir-birinin öyrəndiklərini bir-birinə deyirlər, danışırlar. Amma keçmişdə belə yox idi. Bir kitab yazırdılar, deyirdilər ki, bunu oxu, bunu öyrən. Mən nə yazmışamsa onu öyrənməlisən, bu həqiqətdir. Amma həqiqət o deyil. Evet, bir seyircimiz yazmış ki doğru, diyor ki za diyor, hani za çağrıştırıyorsun, za doğmadır, hani Zaza dilinden doğmadan doğan, yani ekkida za dediğin zaman doğmadan geliyor bu isim. Bizdə o söz qalır, zoa sözü də var, zoa. Yəni, evet. Məsələn, mən Əli Şəkərin oğluyam. Məsələn, mıçız Əli Zoa. Əli Zoa. Zoa oğul deməkdir. Son. Bizdə son sözü də var. Məsələn, İsveçlərdə Anderson, Peterson, Svensonları son. Bizdə də həmin son var. Kimin sonusan deyir? Pis övrada deyirlər, sənin atan səninlə sonsuzdur. Yəni, bu son sözü bizdə qalıb. Son olur, s-zıya çevrilir həmişə. Etimolojide hərflərin dəyişilməsində s-zıya çevrilir. O bayağı Sasani dedik ya, Zazani. O da olabilir ama araştırmak lazım. Evet, yani, bir de ben çok sayıda Talişli kardeşlerimiz var. Bunların isimlerinin sonu hepsi Zade ya da Mirzade. Bu neden ileriye geliyor? Yani Talişlerden bu çok yaygındır. Yani neredeyse Zaza diyor, Zade. Ha. Ben bak size bayağı dedim, zat sözü var, zat. Zat sözü var mı sizde? Yani nesli bildirir de. Ali'nin oğluna deyirik Ali Zoa. Ali Zoa. Oğlu sözü. Zoa oğlu demektir. Zoa zada oğlu demektir. Buyurun. Eşittiniz mi beni? Ha, eşittim. Zoa zada oğlu demektir. Türk diline çevirende onun karşılığı oğlu. Mesela Babak oğlu deyirik Babaki Zoa. Evet. Babaki Zoa. Evet. Ya Babakzade. Babakzade. Zade çok kullanılıyor Talişlerden, Zade evet. Var. O aslında o daha çok Talışın öz o doğma sözü Zoadır. Ama Farslarda, Gilanlarda ona Zadehdir. Zadedir.
Ama bizde zua sözüdür. Zazalar ile Talişler arasından bir bağın olduğu bir gerçeği vardır. Ama Zazalarla Talişler birbirini yeni yeni tartışıyorlar, bir araya geliyorlar. Şimdi Talişlerle Zazalar kardeş halktır. Bu kardeş halkların şey yapması için, birbirleri kaynaşması için, birbirleri hakkında daha fazla fikir edinmeleri için sizce ne yapmalıdırlar? Çok güzel bir sorgudur. Mesela biz Talışların şairleri var. Halk şairleri. Talış halkının şairleri var. Talış dilinde yazan şairler var. Talış kültürünü yaşadan, mahnılarını okuyan insanlar var. Siz okuyanda bizim o necə deyirlər, sümüyümüzə, biz sümüyümüzlə onu kemiklə onu hiss edirik sizin okumağınızı. Ama ben inanıram ki siz de bizim musiqimizə qulaq assanız eyni hissləri keçirdəcəksiniz. Ona göre bizdə şeyler var, ansambullar var, belə deyək, xalq folklor dəstələri var. Eləmə olar ki, məsələn, Bingöldə həmin folklor dəstələri gəlsinlər. Bingöldə və yaxud Dərsində onlar Zaza xalqı üçün dans eləsinlər, mahnı oxusunlar, şarkılar deyirsiniz də, şarkı oxusunlar. Değil. Sizdən gəlsinlər Talışa, orada bir grup şəklində gəlsinlər. Həm o şairlər, şeir yazanlar, ədəbiyyatçılar, həm musiqiçilər gəlsinlər. Bu bizim xalqlar arasında o mədəniyyətin biraz da yaxınlaşdıracaq, biraz da qardaşlığımızı möhkəmləndirər. Evet. O cümlədən mən elə bilirəm ki, zamanı gələcək ki, Avropada məsələn yaşayan Zaza və Talış intellektlərinin, ziyalılarının, Ruşin biz ona deyirik, Ruşin. Yəni savadlı adamların görüşlərini, konferanslarını biz keçirdə bilərik. Bu çok doğrudur. Yani bu özellikle Zaza aydınları ile Talış aydınları sık sık birlikte program yaparlarsa, sorunlarını tartışırlarsa bir kaynaşmaya sebebiyet olurlar. Yani halk da, çevreler de, geri kesimler de, ileri kesimler de bu birlikteliği görür. Yani bugün Türkler ta Suriye'den tut bilmem Kafkas ülkelerine kadar ideoloji geliştiriyorlar, Türkçülük geliştiriyorlar, yayılma geliştiriyorlar. Kendisinde olmayan halkları da asimile ederek yanına çekmek istiyorlar. Şimdi Zazaların, Talişlerin en azından Hezar'dan Hazar'a, yani şeyde bir gölümüz var, Hezar Gölü, Elaziz'de, Bingöl'e de yakındır orası. Bir de Hazar Gölü biz diyoruz. Kaspi halkları, hani Kaspi halkları, Kaspi Denizi'ne Hazar diyoruz. Yani buradan bir hattın oluşması lazım. Bu Türkçülüğün, bu yabancı ideolojiler yoksa bizleri asimile etmiş çok halkımız. Buna karşı Zazaların da, Talişlerin de, Gleklerin de, diğer kardeş toplulukların bu arada şey yapması lazım. Birlikte, beraberlikte düğünleri olmalı, bayramları olmalı, paneller olmalı, tartışmaları olursa bu gelişir, bilinç oluşur. Bu bilinçle birlikte birliktelik daha güçlenir, doğar diye düşünüyorum. Bu görev hepimizedir. Herkesin Talişlerle, Zazaların, Glekler, diğer kardeş halklarla birlikte bir takım bir araya gelmek zorunluluğu var. Yoksa tek başına kalmak iyi değildir diye düşünüyorum. Tamamıyla doğru. Güc birliktedir. Muqaviməti artırmaq üçün birləşmək lazımdır. Eyni fikirli insanların, xalqların, onların mədəniyyətlərinin inkişaf etdirmək lazımdır. Hətta onların tarixini yazanda da bir-birinə məsləhətləşməlidirlər. Məsləhətləşmələr aparmalıdırlar ki, bizim belə bir fikrimiz var, sizdə hansı fikirlər var, ortaq bir fikir əsasında tarixlər yazılsın. Yəni olan, obyektiv tarixlər yazılsın. Evet. Bayaq neçə mən variantlar dedim, o variantları onların hamısını müzakirə eləmək lazımdır. Ortaq bir, həm Talışlar tərəfindən təkliflər var, həm Zazalar tərəfindən təkliflər olanda o təkliflər müzakirə olunsun və ortaq bir fikrə gəlmək mümkün olsun. Ben size teşekkür ederim. Bütün Zaza halkına teşekkür ederim. Ben de teşekkür ediyorum. Tekrar Ali Ekber'i rahmetle anıyoruz. Allah rahmet eylesin. Evet, tekrar onun resmini tekrar yayınlayalım. O bizim değerli bir abimizdir. Talış halkı için hayatını ortaya koydu, mücadele etti. Talış halkının ve Zaza halkının Ali Ekber'i tanıması, onun hayatını okuması, ona sahip çıkmasını diliyorum. Var olun, sağ olun. Evet, Hıdır Rahmet Beko. Hıdır Rahmet Beko. Evet, rahmetler diliyoruz. Teşekkür kardeşim başıma. Şima televizyakı ve
Toluşunan hamma başta milletiyen teşekkür kardan. O Ben de cümleden başta halkan. size teşekkür ediyorum. Başka bir program daha sizinle yapacağız. Sağ olun, var olun. İnşallah. Var olun.